Mən bu şəkilləri niyə göstərirəm? Yəni istəyirəm hamı bilsin. Bu romantik filmdir da, bilirsiniz. Bunun da arvadı ilə probleması var. Arvadı deməli qaçıbdır türklərin qoynuna. Hə, indi aşağılayır. Bu bir. Bu Kaspardır, yəni Bakıda yaşayıb özünü Bakılı sayır da, şaxmatist. Bakının hesabına çörəyini yedilər, qudurdular. Ataları, babaları bilirsiniz də, bunlar hamısı nökər idilər. Sonra növdən, injinerdən oldular, elədilər, adam oldular. Bunlar da hamısı, bax bu Petrov deməli, bax bunlar bizim bütün bu əməllərimiz də neçə illərdir heç nə eləməmişik. Bu gədə, bu erməni dağası bütün günü Azərbaycanı aşağılayır, yəni təki bunu da hazırlayıb Rusiyadan. Bax bu erməni deməli Petrov xoruzlarındandır da. Adicə xoruz da Petrov. Bax bunun işi odur. Azərbaycanı aşağılamaq və o deyir, öyrədiblər ki, sülh olmasın da ermənilər. Və bu da bilmirsən, Aleksandr nədir? Yahudi, gah ermənidir, gah Yahudidir, bilinmir. Bu da deməli nəysə o müqəddəs deməli Yahudi kitabını açır bu alçaq. Bax bu xoruz ermənidir. Demək olar ki, bu xoruz Yahudilərin adından danışır. Həm deyir Yahudiyəm, həm deyir erməniyəm. Yahudilərin deməli o Tora kitabı var. O kitabı açıb göstərir ki, görün nələr yazılıb. Armeniya sözü var orada. Torada, Yahudilərin kitabında Armeniya. Gəl bura. Ay kişi, Torada Ermənistan Armeniya sözü varsa, o ermənilərə adiyyət deyil. O ermənilərə aid olmaq deyil. Erməniyə aid deyil. Bu haylara aid deyil. Yəni Toranı göstərməklə bu alçaqlar. Ona görə belən ki bu deməli o mən bunların adını bilirsiniz nə qoyuram? Bax üzünü, əlini yumayan demişdim indi. Ay kakot kaklan. Kakot kaklan ləvnəyi. Elevansız darçara. Hı? Himmar. Bunları İrəvanda demək olar ki, inciməsin heç kəs. Tuturdum yaxasından. Hardan gəlmisən? Gordiçəsə gələ. İş gorcuna Selevanım deyirdim. Özlərini apara bilmirdilər. Ona görə onlara deyirəm, Erevanlı olmuşsunuz alçalar. Buna bax. Bax, bunun arvadı bütün günü türklərləndir. Bilmirini yandığından danışır. Aşağılayır, Azərbaycanı nə bilim, çörəyini yiyor. Atası, babası tollada işləyiblər. Bunlar da bu Bakılı deyir. Bakinçədə əcənnə natsiya. Каких пор Bakinçim stalan, mıraz, Bakinski yazık yes, nə bilim, alçaq qabağıma çıxmır. Bunların cavabını bizim hətta deyim ki, bu Kavenşiklər bunların cavabını verməlidirlər. Kavenşiklərdilər, olan da Baxramdır. Ümumiyyətlə, Yaşlılar Birliyi ki, belən ki, insanlar əmələ gəlir, təhqir edirlər Azərbaycan xalqını. Bunlar da susublar. Ona görə də, bax, bunlar hansı ki, Bakıda, bunların dədə-babaları nökərdən olanlar nökər gəldi, şaxmacist oldu. Gedib deyir ki, Bakıdan bizi qovdular. Bakıdan soyqırım törətdilər, Rusa qarşı, Yahudiyə qarşı. Bu alçaq gedib Amerikada oturur, deyir ki, Azərbaycanlılar orada öldürüldülər Bakıda 20 yanvarda. Bax, bu alçaq çörək yiyir, gedir Azərbaycanı alçaqlayır. Hansı ki, bir dənə nə Rus öldü, nə Yahudi öldü, nə də deyim sizə erməni öldü. Yaralanan onlar, əlbəttə, Azərbaycanlıları başını kəsəndə 87-də, bu 90-da da heç olmasa bir-iki dənə erməninin ağzından bir şilləni vurmalıydılar. Alçaq gedib satqın. Bu şaxmatistəm sivə почувствовал. Bakınçım,
alçaq. Tut da kuyuyorsun. Bunlar bilirsən nə var? İndi demişdim ya, o dağ eşşəkləri olur. Ha. Bunlardılar da, gəldilər Bakıda, işə gücə qoydular, oxutdular, adam oldular. Все, мы бакинцы, мы аристократы, ne bileyim ne. Петровские холопы, Петровские петушки вы. Петр Первый не просто так назвал вас. Животные несчастные, а bu kadar.